Malezya'dan salamlar. Bu dəfə yenə Malezya'dayım, amma gəlmədiyim, görmədiyim bir adanı birlikdə kəşf edəcəyim. Birinci bir sizə Penang aeroportunu göstəreyim. Bir dənə səskiyə baxın. Mən də həmişəki kimi oturmuşam çamadanların qarolcusu kimi. Darıxmışdım solda olan rollar üçün. İndi aeroportdan çıxdıq, gedirik otelimizə doğru. Üzümdəki bu sevinci görürsünüz. Mən Asiya ölkələrində belə olurum. Bu da otelimiz. Gedirik. Otağımıza gəldik. Otağımızın gözəlliyi. Bir də belə bir mənzərəmiz var. Və bildiyiniz kimi hər gəldiyim oteldə yer dəyişmə edirəm. Dizaynı xoşuma gəlmir. O Selim Bey'in son dokunuşları var. Bütün gəzdiyim ölkələrdə də Şəmsin son dokunuşları olmalıdır. Misal üçün bu stol, nədir bunun adı? Bu bizə lazım deyil. Burada çamadanlar üçün, ekstra yer açmaq üçün bu stol hal-hazırda bizə lazım deyil. Bunu götürüp bu bir tərəfə qoyuram. Biraz yatdıq, durduk. Elə belə geyindik, düşdük yollara. Adanı kəşf eləməyə. O meyvələri otelə bırakmırlar bu arada. Sizə də deyim, xəbəriniz olsun. Buna baxın, burada Mini'nin bir kafesi var imiş. Ne geçen görünür. Belə bir yerə gəldik. Hamı belə sırayla oturub istədiyi yerdən yemək seçir, sifariş edir. Burada da şey var. Ördək. Burada belə seafood falan var. Seçib yemək olar. Gələn yeməklərə baxın. Bu da fresh pineapple'dır. Bu nədir? Bilmirəm. Bir mağazaya girdik. Pomada almağa çalışırıq. Bütün pomadaları vurmuşam. Bu rəngi almışam. Amma bu rəngin əslində olmadığını düşünürəm. Çünki 4 dənə mi 5 dənə mi pomada üst-üstə vurmuşam. Amma qəşəng bir şirin bir mağazadır. Tez buna baxın. Yüzü burada da tapdım. Bunu ilk görəndə elə bilirdim ki, biz istehsal edirik bu suyu rənginə görə. Amma sonra bildim ki, yox. Amma dadı çox qəşəngdir, maraqlı dadı var. Gəlsəz mütləq dadına baxın. An etibarilə yağışa da düşdük. Bilməm, oradan görürsünüz ya yox. Qəşəng bir yağış yağır. Biz də biraz alışveriş elədik. İndi qayıdırıq otelimizə. Sabahdan ada gəzintimiz davam edəcək. Good morning. Səhəri belə açdıq. Bu bizim havuzumuz. Hələ günəş çıxmayıb. Bu da günün kahvaltısı. Yumurtalarımız da gəldi. Mənimdir. Ümumiyyətlə Asiya ölkələrindəki kahvaltıları mən çox bəyənirəm. Biz gec durmuşuq. Bu da otelimizin simvolu. Flamingo. Bizim içəridə oturma səbəbimiz baxın bu qarğalar oldu. Yeməklərimizi bura qoyduq. Bir də gəldi gördük ki, belə oturublar 4 dənəsi yeyirlər. Və gəldik, düşdük baseynlə. Orada bizim dənizimiz də var. Bu da mənim tripodum. Çox qəşəng bir video çəkdik. Hal-hazırda Instagramda keçid edib baxa bilərsiniz. Yəni bu videonu çəkmək üçün burada deyirəm, heç bir yerdə deməyəcəm. Bu xanımla o fake fruitları götürmüşük. Burada dənizin qırağında çəkmişik. Baxın burada. Və çəkilişdə də nə eləmişəm? Gördüyünüz stolları üst-üstə qoyub, üstünə tripod qoyub burada çəkiliş eləmişik. Baxın bizə ekstra nə verdilər? Qumda oynamağa. And you got one game. Bu kit menümüzdə. Aha. Balıq qulağından özəl baseyn. Okean suyuna. Gəlin sizə xərçəng yuvaları göstərim. Biz dənizin sahilində belə yuvaları var. Doludur buralar. Baxın.
qazıb girirlər bunun içinə. Çoxdan da bunu eləmək istəyirdim. Belə dəniz sahilində oturmaq. Çıxdıq dənizdən. Hazırlaşdıq. İndi isə gedirik. Orada işıq qəşəng düşür deyə. Mindik liftə. Aygün israr elədi ki, saçım belə qəşəng qalır. Mən də işinə yüz vurdum. Çıxdım. Sizcə yaxşı qalır? Mindik taksiyə. Burada ancaq Grab adlı proqram işləyir. Amma ölkəyə gəlmədən öncə yükləməlisiniz. Çünki burada yükləmək və qeydiyyatdan keçmək olmur. Qadın sürücü gəlib. Ona görə kəmər taxmışam. Amma qabaqda oturmaq istədim ki, belə mənzərəni falan görüm. Neysə, gedirik Georgetown'a. Gəldik Georgetown'a. Buranın ən məşhur məscididir. Baxın necə gözəl görünür gün batımında. Küçələr də belə bu şəkildədir. İndi gedirik yemək axtarmağa. Gəldik belə küçələri gəzməyə. Ancaq belə içkilər, seafood falan belə şeylər satırlar. Tiger bu arada buranın ən məşhur pivəsidir. Nə qəşəng rəngi var. Şirin görünür. Götür. Vloga çəkirəm mən də. Həm də yanımda. Deməli, Malayziyada Penang adasında Halab adında bir restoran tapdıq. Bura Yəmənlərin restoranıymış. Papayamız. Bunu bizə hədiyyə olaraq göndərdilər. Niyə bilmirik. Yəqin başa düşdülər ki, vlogeri çəkiliş falan edirik. Bir də sütla başladıq. Neysə, qısacası axşam yeməyimiz. Saat 9-dur. Biraz dəlixana başlayır. Bu da 7-Eleven. Buranın məşhur marketi. Bir də belə gedək bu küçəyə doğru görək burada nə var. Deməli dostlar, bu küçənin adı Light Street'dir. Baxın, nə şirindilər. Bu da Light Street dostlar. Ağacların üstündən belə bəzəkli, işıqlı şeylər asıblar. Adını da qoyublar Light Street. Amma çox qəşəng görünür, şirin görünür. Burada bu arada bu məşhurdur. Buna minirsiniz, belə velosipedlə sizi gəzdirirlər. Bura baxın tez. Bura balaca Hindistandır, Penangda. Elə qapısına gələn kimi Hindistan mahnısından hiss olunur. Good morning. Bugünkü səhər yeməyimizdə ballı süd, çay, fresh orange, hamısı vitamin. Baxın, hamısı vitamin. Çünki biraz xəstələnmişik. Və hal-hazırda gəlmişik. Buranın ən məşhur sahillərindən biri Batu Feringi. Burada qəşəng belə turlar var. Bir dənəsi 5. O da bizim puluna harsı 2 manat 50 qəpik falan eləyir. Bu da mən. Biraz hava bulutlu, günəşlidir. Ona görə biraz az adam var. Amma yenə də günəşlənmək olur. Dünənki hava da beləydi, amma biz normal şəkildə zaqar almışdıq. Amma fikir verin, bura daha təmizdir. Deməli, sahildə market axtarırdıq. Belə bir balaca minnoş küçə gördüm. Dedim, buranı bir çəkim. Görün, necə qəşəngdir. Minnoş da bir maşın. Bu tərəfdə belə sahil. Buranı çox bəyəndim mən. Mənzərənin gözəlliyinə baxın. Məncə mən burada yaşaya bilərəm. Top aldıq voleybol oynamağa. Bir də biraz oyun oynayaq. İlk dəfədir ki, dragon fruitun bu rəngindən fresh juice istədim. Bilirsiniz nə adı verir? Çuğundur. Bildiyiniz çuğundur. Sizə bir şey göstərim. Bir dənə bu gün batımına baxın. Amma real həyatda əməli rozvu rəngdədir. Çox qəşəngdir. Belə videolar çəkirlər. Və biz gəldik buranın ən məşhur türk-ərəb qarışıq restoranlarından birinə. Adı Tarbuşdu, istəsəz qeyd edin. Dünən burada çay içmişdik. Gördük burada ayran var, qəşəng yeməklər var. Dedik bugün gələk, burada mütləq yemək yeyək.
chicken tajine yeyəcəyik. Mərc üstünə başladıq. Bu da mənim chicken tajine. Gəldik masaja. Görək necə olur. Bir nəfər 1 saatı 80, yəni bizim pulun harasa 30 manat falan eləyir. Bugün temple günüdür. Hazırlaşdıq və gedirik buranın ən maraqlı yerinə. Və sizə bir məlumat verim. Bu önəmli məlumatı verməsəm olmaz. Bu arada bunu dünən axşam aldıq. Baxın, nə qəşəngdir. Bunu neçəyə aldıq ay gün boynumuzdakını? 25. Bizim pulundan hardasa 12 manata falan aldıq, amma çox qəşəngdir. Deməli, bu saçı görürsünüz. Mən bu saçı nə vaxt eləsəm yağış yağır. Keçən il girib vloglarına da baxa bilərsiniz. Bangkokda bir templa gedəndə belə eləmişdim saçımı və yağış yağmışdı. Orada bir dənə, yəni yağışın altında bir tane video çıxartmışdım. İndi yenə templaya gedirik, yenə saçımı belə eləmişəm və yenə yağış yağır. Yəqin ki o videonun part 2'si gələr birazdan. Və biz gəldik, çatdıq templa. O gördüyünüz Kekloksi templudur. Buradan da belə cable carla yuxarı qalxmalıyıq. Biz ən təpəyə qədər çıxacağımız üçün bizdə qiymət 8 oldu. Bir stansiya 3 idi. Biz burada təxmini 3 stansiya çıxacağıq. Bir ring endirim eləyiblər. O total 8 qoyublar. Burada cable car. Məsələn, bir tərəfini cırdılar. Dedilər ki, indi də bu bagilərlə sizi harasa aparacaqlar. Gedək görək hara gedirik. Baxın, oradan çıxdı, oradan. Bura gətirdi bizi. Yəni 2 addımlıq yol, biz özümüz gəlsək daha tez çatardıq. Küçük şeylər satırlar. Qaydanda əslində alışveriş eləmək olar burada. Gəldik, çatdıq ən üst mərtəbəyə. Heykələ baxın. Bir də buna baxın. Çox qəşəngdirlər. Baxaq buradan. Burada tütsülər var, şamlar var. Bir də baxın nə var burada. İnsanlar bunu götürür, diləklərini yazır, sonra bura qoyur və dua eləyir. Deməli dostlar, bu tütsülərin 3 dənəsini 4 ringə, təxminən 2 manata aldım. İkisini yandırmışam, indi birini yandırdım. Dilək tutursunuz. Dua eləyirsiniz və ora qoyursunuz. Tütsü yandıqca arzularınız gerçək olur. Hələ ki gerçək olan olmuyor, amma inşallah ki olacaq. Bu qədər. Bir ringə dilək. İstədiyiniz şeyi seçirsiniz və onu götürürsünüz. Biz 3-4 dənə götürək də, bir ring deyil, misal üçün 3 verək, 3-ünü götürək. Məntiqli deyil. Arzumu yazacağım bura. Amma sizə göstərmək istəmirəm. Özəl bir arzu olsun. Geçərlərsə deyərəm. Neysə, arzumu yazım, aparıb oradan asacağım. Gəl də şəkil çəkməyə. Şirin dilədik amma. Yağış yağır. Demişdim də sizə, yağacaq. Gəldik buradakı Kekloksi Temple'ına. Burada baxın belə gold pagoda var. Buddalar var. Burada da o məşhur qurbağaları. Bu nədir? Görmürəm. Heç nə yoxdur içində. Tualet kağızı var. Burada yenə tütsülər və dilək ağacları var. Dediyim kimi burada həqiqətən də çoxlu temple'lar var imiş. Baxın nə qəşəngdir, şirindir. Əlində də təsbih var. Burada da belə bir şey. İndi gedirik bu tərəfə. Həyətdə də belə yaşıllıqlar və belə gördüyünüz kimi figurlar var. Mənalarını bilmirəm, ona görə də əmin olmadan bir şey demək istəmirəm. Amma buranın qoxusu elə gözəldir, bəlkə güllərdəndir, bilmirəm. Amma çox qəşəng belə qoxu var. Bir də yağış yağır, təsəvvür eləyin. Axır ki, Penangın ən məşhur Kekloksi Temple'ına gəldik.
Bayaq da qeyd elədiyim kimi burada o qədər ki templelar var. Biz qarışdırmışdıq. Getdik, birində dilək dilədik, birində şam yandırdıq, birində şəkil çəkdik. Zəndəmə əsası buymuş. Nəysə gəldik, çatdıq. Biz bura çatan kimi də saçımdan dolayı yağış da yağmağa başladı. Qiymətləri də çox ucuzdur. Yuxarı qalxmağa 8, aşağı düşməyə 8. 3 dənə şam 4, bir dənə dilək 1 ring. O da ringi də elə bir 2 yerə bölürsüz, manat eləyir. Təxminən 8 ring 3.5 falandır. Oradan özünüz hesablaya bilərsiniz. Gəldik Penang ilə 30-a 2 dənə bilet aldıq, gediş dönüş. Təxmini bizim puldan 15 manat falan eləyir. Belə bir funikulyordur, qalxırsınız yuxarı. Aha. Yuxarıda görək nələr var. Funikulora mindik. Millət var. Qolum dəydi. Nəysə, belə qalxacaq yuxarı. Məşhur Penang Hill. Mənzərəyə baxın. Bilmirəm neçə metr yüksəkdəyik, amma çox yüksəkdəyik. Çox. Və biz hal-hazırda baxın, buradayıq. Heç nə, bu da Malayziya havası. İndi də o qədər günəş çıxdı ki, pişirik, ölürük. Burada da nəsə bir village var. Olmazmış. Olmazmış telefondan çəkmək, amma mən çəkdim, yəni gördünüz. Sizin üçün çəkdim. Burada da baxmaq üçün bir şeylər var. Neçədir? Bir ring. Baxaq bir ringə. Bu Malayziya xalqı qazanır. Hər yerdə masaj edirlər, hər yerdə. Sonra Hindistanlılar çoxdur burada. Hind xınası eləyirlər. İndi isə gedirik shopping mola. Gəldik Queens adında bir mola. Biraz gəzəcəyik, bir də dırnaqlarımızı düzəltdirmək istəyirik. Deyirlər burada salon var. Manikür, pedikür eləməyə gəldik, çünki dırnaqlarımız pis günə qalıb. Bilirsiniz, Dubaydan gəlmişik bura. Aygünün əli də ayağını da eləyirlər. Mən də təkcə ayaqdan başlayırlar. Əlim üçün də qız gəldi. Eyni anda eləyirlər. Həm əl, həm ayaq. Belə ekspres xidmət harda var? Malayziyada Penang adası. Hal-hazırda ayağımı skrablayırıq. Bizim dırnaq ustalarına tüyo verin. Baxın, bu altındakı bayaq göstərdiyim kimi sudur. Üstünə belə bir qapaq qoyublar. Ayağımızı belə rahat üstünə qoyuruq. Yoxsa bizdə nəsə bir şey qoyurlar, o da sürüşür, düşür falan filan. Amma yəni bu daha qəşəngdir. Yəni dırnaqlar finish. Çox qəşəng olub. Qəşəngdir. Bəyəndim bu da ayaqlarım. Əslində biraz yaşılımsı rəngdir. Belə parıldayır. Başladıq alışverişə. Bir dənə dəst aldım, bir dənə də kofta aldım. Burada belə bir endirim var idi. 3 dənəsi 100-ə, yəni 99-a. Mən də bir kofta seçdim. Bir də burada dəst var idi belə, short kofta. Onu seçdim. Yəni qəşəng bir yerə girdik. Anca belə şeylər satırlar. 3 dənəsi 20-yə. Burada da oyuncaqlar var. Qəşəng maraqlı. Çanta aldıq. Mən ekstra bir dənə də kaşlok aldım. İndi də gedirik başqa yerlərə baxmağa. Və sizə bir şey deyim. Malayziyada qiymətlər daha ucuzdur. Hətta Dubaydan da daha ucuzdur. Dubayda Sephora Türkiyədən daha ucuz idi. Malayziyada ondan da ucuzdur. Yeni bir şey öyrəndik. Əgər burada turistsizsə, kassada pasportu göstərirsiniz, ekstra 5% də endirim eləyirlər sizə. Bu da əlimin üstü. Son gün otelimizdə belə bir yer olduğunu kəşf elədik. Sən bura baxın mənzərəyə. Belə bir mənzərənin olduğunu unutmuşuq. Çox qəşəngdir. Və yenə biz Batu Feringi sahilindəyik. Mən bu sahili daha çox bəyəndim. Sakitdir, huzurludur, təmizdir. Fikirləşirəm ki, əgər bir də Malayziyaya gəlsəm, Penang adasına gəlsəm, mütləq bu sahilə yaxın otel tutacağım. Bizim
bizim otel də yaxındır, amma biz taksi ilə 5 dəqiqəyə falan çatırıq bura. Amma normalda yəni piyada gəlmək istəyəcəyim, hər gün gəlmək istəyəcəyim bir sahil oldu. Baxın. Buradan istəyirdim. Orada da nə qədər var. Bu da məşhur Monkey Beach sahili. Bu da Meymun adası. Əsl Meymun adasıymış. Orada da bir dənəsi var idi. Deyə o da orada oturub. Amma dedilər ki, burada çantalarınızdan ehtiyatlı olun. Əşyalarınızdan ehtiyatlı olun, götürə bilirlər. Ada ümumi olaraq çox qəşəngdir, amma meymunlar bizim kokonatlarımızı falan aldılar. Bu da məşhur kokonat dondurması. Burada birazdan show olacaq, fire show. Gedirik bir şeyler yeməyə. Bugün son günümüzdür. Bunlar yandı ya, kimsə gəlib bunu açsın, bir şey eləsin. Mən özüm açacağım bunu. Gətirib belə qoydular normal olaraq qarşıma. Dedilər bu birazdan sönər, sönəndən sonra yeyərsən. Səhər saat 7-dir. Çamadan yığmışıq. Aeroporta gedirik və cəmi 3 saat yatmışıq. Vəziyyət bu. Gedirik başqa bir ölkəyə. Bu ölkənin vlogunu da növbəti vlogda izləyə bilərsiniz. Bye!